Salam, xoş gördük hər birinizi, əziz səhifə izləyicilərimiz. Demək, İmran qardaşımızın sahəsindəyik. Deməli, burada gilas ağacları var. Bu ağacları bizdən köməkli istədir. Yəni, bu ağacları dəyişdirmək istəyir. Başqa bir çeşid vurmaq istəyir. Yəni, əslində, problemli bir məsələlərdəndir. İstədim bunu ümumi araşdırım, daha doğrusu ümumi açıqlama verim bu məsələyə. Hamı bilsin də, yəni bu məsələ necə olmalıdır, necə budanması necə getməlidir, calaq işi necə aparılmalıdır. Bunları istədim ki, detalına qədər, yəni bir çəkiliş edib paylaşaq ki, yəni hər kəs bilsin. Deməli, bax bu gördüyünüz bu ağac təxminən onlarda bir 10 ilin ağacı olar təxminən. Deməli bu ağacın dəyişdirilməsi, yəni calaq vurub necə dəyişdirilməlidir. Deməli bizə lazım olan budaqlar hardasa təxminən bax bu cür budaqlar bizə lazımdır ki, bunu calaq vurub, bizə yaxından çək. Bax bu cür budaqlar bizə lazımdır ki, bunun sortunu biz buradan calaq eləyib, göz calağı vurub dəyişdirə bilək. Bizdə bu cür calaqlar yoxdur, yəni budaqlar yoxdur. Yəni bildiyiniz kimi bizdə təxminən ən azından indi budamaçılar daha yaxşı bilər. Ağacda məsələn ən azından 5, 6, 7 budaq lazımdır ki, biz bunu vaza şəklində calaq vurub bunu yəni inkişaf elətdirək. Deməli bizə lazımdır bu cür budaqlar. Bunun üçün də nə etmək lazımdır? Bax gördüyünüz bu budaq orta budaq. Bizə lazım deyil. Bu kökdən kəsiləcək. Yəni bunu tam kökdən də kəsilə bilər, biraz məsafə saxlanıb da kəsilə bilər. Yəni quruma verməsin gövdə hissəyə, yəni bizə lazım olan budaqlara quruma verməsin. Hər ehtimala qarşı indi dərman da vurmaq lazımdır, yəni çiriş axmasın deyə dərmanlama mütləq lazımdır. Deməli baxın dostlar, yəni belə bir ağaclarımız varsa, yəni baxın birinci növbədə orta budaq bizə lazım deyil. Bu budaq bizdə çıxmalıdır. Sonra ikinci, bu budaqlar çox hündür olmamaq şərti ilə bax iki tumurcuqdan təxminən bax buradan kəsilməlidir. Bu, sonra bax bu budaq, sonra təxminən bu budaq hardasa bax buralardan kəsilməlidir. Yəni bizə lazım olan budaqlara qurma verməsin deyə təxminən buralardan kəsilməlidir. Bu iki budaq saxlanılır. Deməli bax bu 1, 2, 3, 4, bax bu budaqlar da saxlanılır. Bundan əlavə də bizə lazım olan bir budağımız da var burada. Bu da çək. Deməli bu budağımız da orta budaq kəsiləcək. Təxminən bir 20-30 santidən kəsiləcək. Ola bilsin ki, bizə bu budaqdan da lazım olsun budaq götürmək, calaq vurmaq üçün. Bir də bu budaqlar hardasa bir 30 santidən, 40 santidən bu iki budaq da bizə lazımdır. Buradan əlavə də bax bu budaqlar hamısı çıxacaq, götürüləcək. İnşallah iyul ayının təxminən birinci, ikinci 10 günlüyündə, onundan sonra deyək də. Yəni bu ağacda bizdə təxminən bir 30, bəlkə də çox, bəlkə də 40 dənə yeni, təzə bax bu qaydada, bu nəziliyində budaq götürəcəyik bu, deməli bu ağacdan. Bizə içəri gedən budaqlar lazım deyil. Əgər içəri gedən budaqlar çıxarsa, onları mütləq təmizləmək lazımdır. 10 gündən bir, 15 gündən bir, yəni çıxarsa, onları təmizləmək lazımdır. Bizə kölə budaq lazımdır. Kölə budaq alaq ki, oradan calaq vurub vaza şəklində, yəni calaq eləmək olsun. Demək, biz calağı hardasa təxminən 10-u, 15-i bu aralar vura bilərik, yəni calaq eləyə bilərik. Amma burada bir məsələ var. Yəni calaq vuracı payıza qədər, sentyabr ayına qədər bu calaqdan təxminən bir 40 santı, 50 santı, yəni zoğ götürəcəyik. Ola bilər ki, bağ sahibi deyə bilər ki, mən bu zoğu istəmirəm, mən istəyirəm gələn ildən başlasın ağac zoğ verməyə, mənə o qane eləmir. Çünki baxmaq məsələsi də var, zoğa qurd düşmə var. Məsələn, vaxtı-vaxtında dərman atılmalıdır ki, o zoğa qurd düşməsin. Gərək vaxtı-vaxtında həmin zoğa gərək qulluq eləyəsin. Yəni bu qaydada eləmək olar. Bir də üzü payızda da calaq vurmanı onda da eləmək olar, göz calağı kimi. Gələn il başlayacaq ağac inkişaf eləməyə. Yəni, hardasa təxminən bizə lazım olacaq bir ağacdan zoğlar, bir 6, 7, 8 dənə calaq vuracaq. Hər budağa, məsəl üçün, bir 2 dənə budaq saxlayıb, calaq vurulacaq, bir 7-8 dənə. İndi ola bilər calaqçılar deyə bilər ki, daha doğrusu budamaçılar deyə bilər ki, 8 dənə çoxdur bir ağac üçün. Yəni, 4 dənə, 5 dənə oldu bəs eləyir. Yəni, mən budamaçının işinə qarışmaq istəmirəm, amma ola bilər ki, kimsə çoxdur deyə bilər, gələcəkdə onu azalda bilər, yəni 4-ə düşürtə bilər, 5-ə düşürtə bilər. Amma bizə lazım olan odur ki, biz buradan ən azından 7 dənə, 8 dənə budaq götürək ki, onu gələcəkdə bir-birinə mane olanlar özü bağ sahibi ilə budamaçıyla bir yerdə məsləhətləşib, lazım olmayan budaqları yəni götürə bilərlər. Bax bu qaydada yəni bir ağacı dəyişdirmək olar, yəni calaq vurub dəyişdirmək olar. İndi belə ətraflı istədim izah eləyim, yəni detallarına qədər. İndi əlavə də kimin nəsə sualı ola bilər, yəni belə də şərh bölməmiz açıq olacaq. Yəni başqa kimin nəsə sualı olsa, ətraflı yəni orada sual verib inşallah mən də cavablandıracağam. Çox sağ olun, təşəkkür edirəm diqqətinizə görə.